Əli Aleyhisselam deyir ki, bunlardan sonra bu işler gelecek. Ay bəzən göydə çıxıb 2 günlük görüşəcək. Eşidirsiniz? Bəzən ay çıxacaq göydə 2 günlük görüşəcək. Bəzən də ay vaxtında görüşməyəcək. Orucluğun ya əvvəlindən bir gün orucunuzu yiyəcəksiniz, ya axırında gəlib bayram günü oruç tutacaqsınız. Ya da əksin olacaq. And ola Allah buradadır. Oxumuram ki, vaxtı az tutsun. Siz ki bu cürə olacaqsınız və çoxlu sözlərdə var ki, demədir. Deyir, gələcək Allahın ayında da sizin bu əməlləriniz təsir qoyacaq. Bəzən 2 günlük çıxacaq, orucluğun əvvəlində bir gün orucunuzu yiyəcəksiniz. Bəzən də vaxtında çıxmayacaq, bayram günü gəlib oruç tutacaqsınız. Burada boynunuza kəffarə gələcək, orada da haram iş görəcəksiniz. Belə bir zamanda Həzrət buyurur ki, neyini? Belə bir zamanda deyir, heç kişi vəsiyyətsiz yatmasın. Heç kişi deyir, vəsiyyətsiz yatmasın. Çünki deyir, belə bir zamanda insanlar sağlam duracaqlar, xəstə yatacaqlar. Sağlam yatıb xəstə duracaqlar. Səhər duracaqlar, biri axşama öləcəklər. Qəfil ölümlər gələcək. Heç kimin əmniyyəti olmayacaq ki, mən çatıb vəsiyyətimi eləyə bilərəm. Elə kim haradadır, orada vəsiyyətini eləsin Həzrət deyir. Belə bir zamanda belə bir şey olacaq. Axırıncı sözüm bu olsun Həzrəti Əli Aleyhisselamın dilindən. Deyir, elə bir həmin zamanda məbadə namazı əvvəl vaxtından gecikdirəsiniz. Əl-həzər, əl-həzər, əl-həzər belə deyir. 3 dəfə təkrar edir. Vəttəqullahə, fəttəqullahə, fəttəqullahə, əl-həzər, əl-həzər, əl-həzər. Allahdan qorxun, Allahdan çəkinin. Həzər edin, həzər edin, həzər edin. Namazı əvvəl vaxtından gecikdirmək. Niyə? Çünki belə bir zamanda ölüm qəfil gəlir. Əvvəl vaxtında qılmazsınız. Əzrail gələr, namaz qalar boynunuzda. 70 il qəzaya verməyibsən, bugünkü namazdan gələrsən, əli boş. Ona görə Həzrət deyir, bu o qədər faciəli işlərdir. Sizi gətirib belə bəla ilə üzbəyiz edəcək. Namazınız olan kimi qılın, çünki heç nəyə qarantı yoxdur burada. Gələr Əzrail aparar sizi. Allah Muhammed al Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah.